Təzəpir məscidində xalq artisti Əminə Yusif qızı ilə vida mərasimi keçirilib. Mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, mərhumun ailə üzvləri, sənət dostları və ictimaiyyət nümayəndələri də iştirak ediblər. Mərasimdə çıxış edən Mədəniyyət Nazirinin müavini Murad Hüseynov bildirib ki, Əminə Yusif qızı həm gözəl sənətkar, həm də gözəl insan olub. Qeyd edib ki, onun yaradıcılığı və insani keyfiyyətləri həmişə yaddaşımızda qalacaq. Mərasimdə mərhumun sənət dostları, xalq artistləri Şəfiqə Məmmədova, Şüküfə Yusifova, Təranə Muradova və sair digərləri iştirak ediblər. Diqqətə çatdırılıb ki, Əminə xanım həm böyük sənətkar, həm də səmimi və mehriban insan olub. Onun səsi, ifası və yaradıcılığı xalqımızın yaddaşında dərin izlər buraxıb. Bildirilib ki, Əminə xanım xalqımızın sevgisini qazanmış nadir sənətkarlardandır. Onun şeirləri və yaradıcılığı hər kəsin yaddaşında əbədi qalacaq. Qeyd edək ki, Əminə Yusif qızı Qurd Qapısı qəbirstanlığında dəfn olunacaq. Azərbaycan teatr sənətinin, Azərbaycan kinosunun, Azərbaycan bədii qiraət, ifaçılıq məktəbinin ən görkəmli sənətkarlarından biri, xalq artisti Əminə Yusif qızını bu gün haqq dünyasına yola salırıq. Əminə xanım maraqlı həyat yaşayıb. Çox, yəni istər gənc tamaşaçılar teatrında işlədiyi vaxt, o vaxtları mən orada texniki heyətdə işləyirdim və mənim 60-cı ildir, üstündən 60 il keçib, 60 ildən də çox keçib. Onda Əminə xanım artıq deməli gənc tamaşaçılar teatrının aparıcı aktrisalarından biri idi. Çox gözəl rolları vardı. Mənim onun rolları indi də gözümün qabağındadır. Çox heyf, son zamanlar mədəniyyətimiz, incəsənətimiz çox görkəmli sənətkarları itirir və bu gün də xalq artisti, sevilən aktrisa Əminə Yusif qızını haqq dünyasına yola salır. Allah rəhmət eləsin, Allah qohumlarına, doğmalarına səbir versin. Mənə çətindir bu gün danışmaq. Hamı bilir ki, Əminə xanım mənim bibim qızıdır və mən fəxr eləyirəm ki, Azərbaycanın belə layıqlı xanımı var idi və mədəniyyətdə böyük izlər qoyan xanımdır. Onun səsi, onun şeirləri həmişə yaşayacaq xalqın ürəklərində. Bilirsiniz, o Azərbaycanın demək olar ki, ilk xanımı kimlər şeir başlayıb danışmağa və hər zaman fikirləşirdi. Necə bizim Azərbaycan mədəniyyəti, bizim yazıçılarımızın şeirlərini xalqa çatdırsın. Ömrünün axıracan elə 5 gün bundan əvvəl demək olar ki, şeir deyə dünyasını dəyişdirib və axırıncı sözü olub ki, mən anamın yanına getmək istəyirəm. Bu, baxmayaraq yaşı çox idi, amma çox güclü bir xanım idi. Allah ona rəhmət eləsin, Allah ölənlərə rəhmət eləsin. Bu gün Azərbaycan mədəniyyətinə, Azərbaycan poeziyasına, qiraət sənətinə böyük bir itki yüz verib. Əminə xanım dünyasını dəyişdi. Əminə xanımın ruhu hamımızın qəlbimizdə yaşayacaq. Əminə xanım bizim gəncliyimizdən uzun illərdir hamımızın xatirində Azərbaycan poeziyasının, Azərbaycan ədəbiyyatının, Azərbaycan mədəniyyətinin ən gözəl bir nümunəsi kimi, onu çatdıran bir insan kimi qalacaq. Onun özündən sonra çoxlu tələbələri var, onun özündən sonra davamçıları var. Əminə xanımın ruhu şad olsun, Allah rəhmət eləsin. Ziya Hikmətoğlu, Rəsul Sayev, Səs TV xəbər.